əziz dostlar, keçən həftə Sabunçu rayonunun Zabrat 2 qəsəbəsindən biz bir yayım verdik. Çəkdim, getdim dostlarım biri ilə, orada bir çuxura düşdüm. Biraz kəskin tənqid elədim, danışdım və 2 gün bundan öncə Sabunçu rayon icra hakimiyyətinin bir əməkdaşı mənə zəng elədi. Elnur müəllim, biz sizin yayımlarınıza baxmışıq. Rayon rəhbərliyi göstəriş verib ki, həmən küçədə abadlaşma işləri həyata keçiriləcək. Xahiş edirik, biz abadlaşdırma işlərini həyata keçirdəndə sizin də əməkdaşlar, siz də orada olun, çəkiliş eləyin, yayımlayın. Mən də bildirdim ki, bizim bu studiyamız, bu əlimizdə olan bu imkanlar hər bir vətəndaşın üzünə açıqdır olduğu kimi bizim bu studiyamız hər bir vəzifəli şəxsin də üzünə açıqdır. Hər bir vəzifəli şəxs də danışdığımız problemlərlə bağlı, qaldırılan məsələlərlə bağlı öz mövqeyini şifahi və yazılı formada çəkiliş eləyə bilər. Neynir eləsin, göndərsin, biz də buradan yayımlayaq. Mən də dünəndən Sabunçu rayon icra hakimiyyətindən zəng gözləyirəm. Hələ bir xəbər yoxdur. Nə vaxtsa bir xəbər olarsa, biz canla başla hazırıq.